oyuna daxil olandan sonra öz xətti zəifləyir, daralığın xətti zəifləyir. Yəni, buna bağlı fikirləriniz nədir? Bir də hava şəraitinin yağışlı olması futbolçulara əlbəttə çətinlik yaratdı, yoxsa yox? Şimdi suallar yani dermanla bağlı açık olsun, ne kadar vaxt müzakirələr çox gedir həddindən artıq. Yani ben özüm gündemlerim hakkında ne diyeyim çünkü yani Azərkeş ben hansısa bir fikir bildirsem belki Azərkeş'e karşı çıkmış olacağım ama yani daha yaxşı bilərdir əlbəttə ki, mən dəfələrlə futbolçuların yanında olmuşam, yəni bugün onların yanında. Ama hər bir halda yani ilk olarak kabin oyunu dəyişməyimiz, yani özünüz də gördünüz ki, oyunun başlayandan nə qədər sprintdə oynayan, nə qədər güç sərf elədi, yollar kimi yorulmuşdu. Buna baxmayaraq, yani belə bir cavabım yoxdur ki, Azərkeş'ə narazılığına hər hansı bir fikir bildirin. Sadəcə daha yaxşı oynaya bilərdi. Tək oyun sonradan meydana gələn oyuncular. Sonra meydan